Salam əziz izləyicilərim. Bugün mən döymə xəmirdən hazırladığım şəkər püraları sizinlə paylaşmaq istəyirəm. Bunun üçün qaba əvvəlcə 3 stəkan yarım un tökürəm. Sonra isə üzərinə bir vanil və biraz duz töküb qarışdırıram. Götürmüş olduğum yağı əvvəlcə hər tərəfini una batırıb, sonra isə süzgəcdən keçirirəm. Qeyd edim ki, yağımız soyuq olmalıdır. Yağımızın çəkisi 250 qramdır. Süzgəcdən keçirdikdən sonra bu cür döyməyə başlayıram. Sonra isə ortasından bir çuxur açıb, kənarda bir stəkandan 2 barmaq aşağı qədər südün içərisinə biraz çay qaşığının ucunda maya töküb qarışdırıb xəmirə əlavə edirəm. Sonra isə gördüyünüz kimi xəmirin üzərindən bu cür döyməyi davam edirəm. Xəmirin adı döymə xəmiri olduğu üçün onu yoğurmuruq. Sonda isə bu cür topalayıb, sonra isə soyuducuya qoyuram. Qeyd edim ki, soyuducuda nə qədər çox qalsa, o qədər yaxşı olar. Mən 4 saat saxladım. Əgər sizdə alınarsa, mümkün olarsa, biraz da çox saxlaya bilərsiniz. Dörd saatdan sonra çıxartdım, bax bu cür xəmir bərkiyib. Sonra 40 qramdan kündələrə bölürəm. Əlbəttə, xəmirimiz bərkidiyi üçün kündə etmək biraz çətin olur. Hazırladığım kündələrin üzərini bağlayaraq bir tərəfdən yaymağa başlayıram. Beləcə yayıb hər xəmirin arasına 3 çay qaşığı təxminən iclik qoyub bağlayıram. Əziz xanımlar, mənə dəstək üçün videolarımı bəyənib abunə olsanız çox sevinərəm. Buna görə əvvəlcədən hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Bu cür yaxşıca bərkitdikdən sonra kənara yığıram.
Təxminən 10 dəqiqə gözlədikdən sonra kənarlarını bükürəm. Xəmirimiz döymə xəmiri olduğu üçün kənarını yığmaqda, sonra naxış vurmaqda həqiqətən nisbətən çətin olur. Bütün şəkər buraları bu cür kənarını yığdıqdan sonra bir kənara yığıb üzərini bağlayıram. Təxminən 10-15 dəqiqə gözlədikdən sonra üzərinə naxış vururam. Novruz bayramı münasibəti ilə mən bütün xalqımızı ürəkdən təbrik edirəm. Hər birinizə can sağlığı, uzun ömür, gözəl günlər arzulayıram. Arzu edirəm bundan da gözəl təyamlar sizin hər birinizin evində hazırlansın. Xanımlar, görmə səbəbindən naxışları mən çox da sıx vura bilmirəm. Əlbəttə ki, əminəm ki, siz bundan da gözəl naxış vurursunuz. Şəkərburanın naxışlarını vurduqdan sonra yarım saat kənarda gözləyib, sonra sobanın 130 dərəcəsində 35 dəqiqə bişirdim. Həqiqətən çox ləzzətli, çox kövrək şəkərburalar alınıb. Bura qədər videomu izləyən hər kəsə ayrı-ayrılıqda təşəkkür edirəm. Sağ olun, yeni videolarda görüşənədək